Salam əziz dostlar, bugün mən sizə orijinal və podarjinal, yəni orijinal olmayan batareyaların fərqini göstərəcəm. Siz də asanlıqla fərqi hiss edəcəksiniz. İlk fərq ondadır ki, Samsung loqotipindəki A hərfləri fərqlidir. Yaxından baxa bilərsiniz. Gördüyünüz kimi burada A digər bateriyadakı A ilə fərqlidir. Üst qismləri gördüyünüz kimi fərqlidir. Bu əlimdə gördüyünüz dolu olan A, yəni üst qismi daha qalın olan A podarjinal. Bu bateriyada isə orijinaldır. Digər fərq ondadır ki, bateriyalara belə baxdıqda nakleykanın çıxıntılı olduğunu görürsünüz. Gördüyünüz kimi yuxarıdan çıxıntısı var. Ağ rəngdə görünür. Bu podarjinaldır. Orijinalda isə belə bir problem yoxdur. Düzdür. Firmalar ümumiyyətlə orijinal da olsa bateriya 7 gündən artıq qarantiya vermirlər. Yəni bildiyiniz kimi akkumulyator sıradan çıxan bir qurğudur. Hamı istər ki, akkumulyatorlar heç vaxt ölməsin, amma heyfsizlər olsun ki, hələ ki bizim zamanında bu mümkün deyil. Digər fərq isə bu gördüyünüz plus minus, yəni mənfi müsbətlərin fərqidir. Kiçik və böyük. Kiçik olan orijinal, böyük olan podarjinallarda olur. Qısaca fərq görünür onsuz da. Yəni bu üç fərq bateriyanın orijinal olub olmadığını asanlıqla bilərsiniz. Deməli, indi sizə göstərdiyim batareyalar Samsung Galaxy S4 modelinə aid idi. Siz də öz modelinizə uyğun telefonlarda olan batareyalardan orijinal və podarjinal olmadığını bilə bilərsiniz. Gördüyünüz kimi podarjinalın üstündə hətta qoloqrama qədər, yəni mənasız bir şeydir. Üstündə Yaponiya, Çin yazılıb. Məsələn, digər orijinalda Malaziya, Vyetnam yazılıb. Yəni bunların fərqi yoxdur. Yaponiyada da, Malaziyada da, Vyetnamda da, Çində də bateriya istehsal edən Samsungun firması var. Yəni bu sözlərin orijinal olmamağına heç bir aidiyyəti yoxdur. Əsas 3 fərq. Samsung hərfi, A hərfi, Samsungda sözündəki A hərfi, plus minus yerinin böyük, kiçik olması, böyük, podarjinal, kiçik, orijinal, bir də nakleykanın çıxıntılı olması. Gördüyünüz kimi burada ağ çıxıntı kimi görünür, digər nakleykasında çıxıntı yoxdur. Sağ olun, yəqin ki kömək ola bildim.